Gəldik çatdıq nəinki yeni başlayanlar, eyni zamanda təcrübəlilər üçün belə faydalı olacaq bir mövzuya. InDesigndan PDF-ə necə eksport eləmək olar? Faylı necə PDF-ə göndərmək olar ki, mətbəədə ciddi bir problemlə qarşılaşmayaq? Və əslində nəinki InDesign, eyni zamanda hətta Illustrator, bəlkə Photoshop üçün də faydalı ola biləcək bir mövzudur, çünki məntiq eynidir. Biz keçən dərsdə müştəriyə təhvil təslim üçün faylımızı hazır hala gətirdik, kəsim yerlərini qoyduq, xatırlayaq bir daha. Errorlar yoxdur, yaşıl işıq yanıb burada. Yəni packaging elədik, hardakı bütün şəkillər, istifadə olunmuş şriftlər və sair hamısı həmin o folderin içindədir və müştəriyə artıq bunu göndərə bilərik. Xatırlayaq, orada bir dənə şey çatmırdı. O da correct PDF. Hansı ki müştəri bu PDF-i mətbəəyə göndərəcək və onun başı ağrımayacaq. Baxaq görək bunu necə eləyə bilərik. File, export, bizə lazım olan hissəni götürək. Elə gəlin grid folderin içinə bunu yerləşdirək. Tip olaraq da Adobe PDF Print götürək. Və salam, save elədik və baxaq görək burada biz nələrə toxunmalıyıq. Adobe presetlərin, yəni PDF ilə bağlı şablonların siyahısında bizə alternativ variantlar təklif eləyir. Bunların xırdalığına getməyə məncə lüzum yoxdur, çünki açığını aralarındakı ciddi radikal fərqi belə biz bilmirik. Yəni böyük ehtimal ki, bunu bilərsə ancaq mətbəədə işləyən çox təcrübəli mütəxəssislər bunu bilər. PDF eksport səhifəsi pəncərəsi daha doğrusu açıldığı anda görürük ki, yuxarıda Adobe bizə fərqli şablonlar təklif eləyir. PDF-in parametrlərinə bu və ya digər formada təsir edəcək şablonlar təklif eləyir. Bizə maraqlıdır hal-hazırda press quality, yəni mətbəə üçün nəzərdə tutulmuş keyfiyyət və ona uyğun parametrlər. Düzdür, high quality print də qoya bilərik. Adobe-nun özünün izahına görə high quality print daha çox printerlər səviyyəsində çap üçün nəzərdə tutulubsa, press quality daha çox mətbəədə yüksək tirajlı offset çap üçün nəzərdə tutulub. Tam səmimi etiraf edeyim, ikisinin arasında sırf PDF-ə göndərmək üçün hal-hazırda ciddi bir radikal fərq biz görə bilmirik. Ona görə götürək elə press quality-ni. Bu hissəni çox da uzatmayacağam. Çap üçün nəzərdə tutulmuş bir keyfiyyət. Eksport edə bilərikmi? Yox, çünki burada bəzi tənzimləmələr eləmək lazımdır. Sadəcə digər bölmələrin üzərindən keçib baxaq görək burada nələr var. Amma ilk digər səhifələrə, tablara keçməmişdən öncə əmin olaq ki, bütün səhifələr bizdə PDF-ə daxil olacaq. Çünki gəlin cancel eləyib çıxaq buradan. Bizim hal-hazırda bütün səhifələrimizdə dizaynımız var. Səhifə sayı da 6-dır ki, belə olmaz əslində. Səhifə sayı 1, 2, 3, 4, 5, 6, 7, 8 səhifə olmalıdır bizdə. Əvvəlcədən bunu qeyd eləmişdik ki, səhifə sayı 4-ə bölünən olmalıdır. Hətta gəlin o günahımızı da yuyaq. Insert 2 dənə səhifə əlavə eləyək 5-dən sonra. Həm də əlavə biraz da təkrar eləmiş olaraq bəzi mövzuları. Və düşünək ki, burada nə bilim hansısa bir dənə şəkili daha dramatik ölçüdə qoymaq lazımdır. Kəsim yerlərinə fikir verirsiniz. Mən şəkili əvvəllər səhifə kənarına yerləşdirdimsə, indi artıq səhifə kənarına yox, birbaşa kəsim yerinə bu səhifəni, bu şəkili otuzduram daha doğrusu. Əla, belə bir mənasız bir qoşa səhifə oldu. Təkrarlandı şəklimizdə. Və bir də mən təsadüfən gördüm ki, bir cinayət işlətmişəm. O da mənim şəklim kəsimə çıxmayıbdı. Bunu mən kəsim yerinə qədər artırmamışam. Bu əslində elə əlavə bir dərs oldu. Çünki yəni arxain olub çapa nəyisə göndərmək olmaz. Təkrar yoxlamaqda fayda var. Hətta yaxşı olar ki, gözünüz öyrəşə bilər bir müddət sonra, xətaları görməyə bilərsə. Ona görə yaxşı olar ki, bir təcrübəli birinə ya da ki, fərqi yoxdur, işdən başı çıxan birinə arada öz faylınızı göstərəsiniz ki, son dəfə əlavə bir gözün işi kontrol eləməyində bir zərəri yoxdur. Ən azından işinizi ehtiyatlı tutmuş olarsınız. Bəli. Faylı bir daha save eləyək və başlayaq bunu indi artıq PDF-ə göndərməyə. 8 səhifədə Ctrl-E, macOS-də Command-E. Format olaraq interaktiv yox, print PDF seçməyə lazımdır. Save, gəldi presetlərə, press quality. Bütün səhifələr olsun. Çünki siz bəzən prosesdə olacaq ki, müştəriyə göndərmək üçün spesifik səhifələri götürüb göndərəcəksiniz. Məsəl üçün deyəcəksiniz ki, 2-ci səhifədən 5-ci səhifəyə qədər səhifələri göndər. Yəni ola bilər 500 səhifəlik kitabda müştəri də yoxlamaq üçün ya da həmkarınız sizdən yoxlamaq üçün 10-cu səhifədən 20-ci səhifəyə qədər olan hissəni istəyir. Siz də götürüb bu şəkildə yazacaqsınız bura. 10-cu səhifədən 20-ci səhifəyə qədər bir də əlavə 25-ci səhifə. Bu şəkildə də yaza bilərsiniz. O zaman ondan 20, sonra da 25-ci səhifələr ardıcıl şəkildə PDF-ə gedəcək. PDF-də öz əksini tapacaq, öz yerini tutacaq.
Yəni arada bu tipli şey eləmisinizsə, çapa təzədən bunu göndərməyin. Ona görə diqqətli olun ki, all bölməsini seçmisiniz və bütün səhifələr artıq çapa gedəcək. Bir də spread bizdə nə idi? Xatırlayaq, qoşa səhifə. Qoşa səhifə şəklində getsin, yoxsa tək-tək səhifələr şəklində. Biz çapa buna adətən tək-tək səhifələr şəklində göndəririk. Qoşa səhifə daha çox bəlkə də hazır qoşalanmış görüntüdə ekranda baxmaq üçün faydalı ola bilər. Əsasən bura dəyməmisinizsə, yəni heç nəyə də dəymək lazım deyil. Amma birdən dəyişikliklər olubsa, əmin olaq ki, bütün səhifələr gedir çapa və spread formasında yox, tək-tək səhifələr şəklində PDF-də bu səhifələr öz yerini tutacaq. Başqa şeyə, yəni əsasən biz dəymirik. Yəni press quality-nin digər şablonlardan fərqi nədir? Bunu sonda bir daha bəlkə də xatırlayarıq. Amma əlavə deyək, compression, sıxılmaq. Bizim bu sənətdə istifadə olunan şəkillər sıxılırmı ümumiyyətlə? Sıxılırsa hansı keyfiyyətdə sıxılır? Çap üçün bizdə 300 dpi ilə görürsünüz, 300 dpi ilə, başqa bir terminlə desək, şəkillərimiz eksport olunmalıdır. Avtomatik, yəni şəkillər fərqli rezolyusiyadadırsa, yəni şəkillərin sıxlığı, piksel sıxlığı fərqli formadadırsa, yəni çoxdursa da bunu optimallaşdırıb çapa uyğun 300 ppi-yə gətirib çıxardacaq. Böyük olan şəkillər üçün təbii ki. Sonra şəkillərin sıxılması, fərqli alqoritmlər var və şəklin keyfiyyəti də maksimum olacaq. Yəni birdən siz şəkli müvəqqəti şəkil deyil də, PDF faylı müvəqqəti müştəriyə sadəcə kontrol eləmək üçün göndərirsiniz. O zaman bu qədər belə böyük ölçüdə ağır şəkillərlə göndərmək yəni lazım deyil. Götürüb daha aşağı keyfiyyətlərlə göndərə bilərsiniz ki, PDF faylın ölçüsü kiçik olsun. Hətta sonda bunu test eləyərik. Aralarında nə qədər fərq olacaq. Başqa, yəni burada ümumiyyətlə heç nə dəymək lazım deyil. Sadəcə buranı izah eləmək üçün sizə göstərmişdim. Bir də ağ-qara şəkillərin də yəni sıxılması, optimallaşdırılması olsunmu növbəti parametr onun üçündür. Bizə tanış olan əslində faydalı mövzulardan biri də budur. Mark and bleeds. Nişanlar və kəsim yerləri. Nişan məsələsi bu mətbəə ilə bağlı texniki məsələdir. Buna girib tamamilə belə beynimizi qarışdırmaq istəməzdim, amma kəsim yerləri isə mütləq bizə lazımdır. Mətbəyə bağlı bir şeydir, amma biz tərəfdən gözlənilən bir addımdır bu. Biz tərəfdən atılmalıdır. Çünki baxın, əgər mətbəyə nə vaxtsa bir iş göndərsəz, mətbəə tərəfdən gəlmiş 2-3 şərh var. Onlardan biri olacaq ki, sənədə kəsim yeri verməmisiniz. Yəni bu termini eşitsəz, bu iradə eşitsəz daha doğrusu panikaya düşməyin ki, o kəsim yeri nədir? Kəsim yeri budur. Yəni səhifənin kənarına qoyulacaq əlavə texniki hissə. Biz qoymuşuq. Biz 3 mm əvvəlcədən qoymuşduq. Amma siz bura qoya bilərsiniz. PDF-ə o düşməyəcək yenə. Niyə? Çünki bax bu parametr aktiv deyil. Use document bleed settings, yəni ki, sənədin kəsim parametrlərindən istifadə elə. Biz bura 3 mm qoymuşuq, amma hal-hazırda 0-dır. Bura quş qoysaq, buradakı parametrlər nədirsə, burada həmin ölçülər verilmiş olacaq. Burada iş bitdi. Bir daha deyirəm. Mətbəyə, çap üçün nəzərdə tutulmuş bu texniki işarələrə, nişanlara girməyəcəm. Ciddi bölmələrdən biri də budur. Output. Yəni necə bizdən çıxacaq, necə gedəcək çapa. Nəyə görə ciddi deyirəm? Çünki yadınıza salın, biz keçən dəfəki dərsdə pre-flightda, yəni ki, faylı kontrol eləyib, paketləyib müştəriyə təhvil vermə mövzusunda orada bir dənə error gəlmişdi. Nida işarəsi. Ki, şəkillər RGB-dir. Biz isə çapa SMYK-də göndərməliyik. Sadə xalq dilindən desək, SMYK-də göndərməliyik. Amma bizdə şəkillər RGB-dir. Yaxşı, bunu mən demişdim. Ya gələ biz bu şəkilləri açıb Photoshopda RGB-dən SMYK-yə keçirək, ya da bu necəsə avtomatlaşdıraq. Bizə Adobe imkan verir ki, export to PDF eləyəndə biz bunu avtomatlaşdıra bilək. Output bölməsi bax buna cavab verdi. Color conversion, yəni rəng dəyişməsi. Rəng dəyişməsi budur. RGB-dən biz SMYK-yə keçirməliyik. Əgər hər şey qaydasındadırsa, əllə bütün şəkilləri Photoshopda SMYK-yə keçirtmisinizsə, o zaman no color conversion qoyub keçə bilərsiniz növbəti səhifəyə. Bizdə isə elə deyil. Bizdə şəkillərimiz RGB-dir. Ona görə də götürərək burada convert to destination ya da convert to destination preserve numbers qoymalıyıq. Aralarında bir fərq var. Bu əlavə bir texniki bilikdir, amma bunu deməsəm olmaz. Bunlardan biri bütün nə qədər SMYK-dən fərqli rəng rejimində olan fayl görürsə, vektora da aiddir, pikselə də aiddir. Hamısını SMYK-yə keçirir. Digəri isə RGB-ləri və s. tutaq ki, SMYK-yə keçirib, yəni Pantone xüsusi seçilmiş kraskalarla hazırlanmış faylları isə olduğu kimi saxlayır. Bu bilirəm, təzə başlayansa çox ağır mövzudur.
Əvvəldə də qeyd etdim, bu mövzu təzə başlayanlar üçün deyil, eyni zamanda biraz təcrübəlilər üçün də, ona görə bunu qeyd etməsəydim olardı. Olmazdı. Yəni yeni başlayanlar bu hissəni hətta belə tamamilə kəsib ata bilərlər bayıra. Biz ona görə də convert to destination preserve numbers qoyuruq. Convert to destination yəni bir hədəf range rejimi var. Bunu ora keçirt. Yaxşı, hədəf range rejimi nədir? Destination bölməsi də ona cavab etdi. Getmiş olsun. Uzun, qorxulu bir siyahı. Mənim hədəf rəng rejimim nədir? Mən hansı rəng rejimini seçməliyəm? Burada fərqli regionlarda, zonada siyahıdan da görə bilərsiniz. Yaponiya, Avropa, nə bilim, USA da olmalıdır hətta səhv eləmirəmsə. Elə default USA-dir. US daha doğrusu. Da USA. Və burada fərqli regionlarda istifadə olunan rəng rejimləri bizə təklif olunur. Ta ki biz Avropanın istifadə elədiyi Euroscale Coated parlaq çap üçün nəzərdə tutulmuş Avropa standartlarını götürə bilərik. Yəni bizdəki RGB şəkilləri avtomatik çevirəcək bu rejimə. Çap üçün nəzərdə tutulmuş ki, burada da təbii ki, rənglər olacaq CMYK. Və bu ilə də əslində işimizi buradan bitirə bilərik. Advanced-da bir şey dəyişmirik adətən. Security-də bəzən PDF faylı açmışsınız, görürsünüz ki, parol istəyir. Və həmin o parolu da buradan təyin edə bilərsiniz. Əgər belə spesifik, məxfi bir sənəddirsə və istəyirsiniz ki, ancaq parolu bilən adam faylı aça bilsin, o zaman təyin edə bilərsiniz. Summary-də də bütün bu prosesi bir araya gətirir, toparlayır. Və hər dəfə bir PDF-i eksport eləyəndə bu sadaladığım addımları atmaq istəmirsinizsə, videoya baxa-baxa bunu təkrar eləmək istəmirsinizsə, bunu bir şablon halında save eləyə bilərsiniz. Yəni bizim Adobe-dan başqa, Adobe-un bizə verdiyi bu presetlərdən başqa özümüzün də bir şablonumuz olacaq. Harda ki, mark and bleed artıq qoyulub və output-da da color conversion məsələsi də daha korrekt təyin edilə bilər. Save preset edək və adını da qoyaq marka education print. İstənilən bir ad qoya bilərsiniz. Yetər ki, sonradan tapanda, siyahıya baxanda biləsiniz ki, söhbət nədən gedir. Export eləyək və faylımız artıq bizi orada gözləyir. Gəlirik bu folderə və görürük ki, PDF fayl bizim əlimizin altındadır. Biz o faylı sadəcə default olaraq hal-hazırda fərqli proqramla açılır, amma Adobe-un PDF faylları açmaq, emal eləmək üçün düşünülmüş proqramında, Acrobat-da bunu yoxlayaq. Yəni yoxlayıb ümumiyyətlə baxa bilərsiniz ki, bütün səhifələr qaydasındadır yoxsa yox. Əgər çapda ixtisaslaşmış biri deyilsə, yəni bu PDF-də bu dəqiqə gəlib burada nəsə, daha doğrusu Acrobat-da nəsə eləyəsi deyilsə, sadəcə yəni səhifələri kontrol edin ki, hər şey uyğundursa yoxsa yox. Və əslində bu ilə biz işi tamamlaya bilərdik, o PDF-i mətbəəyə göndərərik və yəqin ki 90% hallarda bir problem yaşanmaz. Yəni yenə də sürprizlərə hazır olmaq lazımdır. Ola bilər ki, nəsə gözümüzdən qaçıb və mətbəədən, yaxşı mətbəədə təbii ki, yaxşı mətbəəçilər, mətbəə dizaynerləri bizim bu qüsurlarımızı hər zaman sığortalayırlar. Yəni onların da təbii ki, keyfiyyətli çap materialının ərsəyə gəlməsində əziyyətləri sonsuzdur. Amma burada bir şey də qeyd etmək istəyərdim. Sonunda bunu qeyd edim. Biz yenə də eyni qaydada export eləyək. Ctrl-E, Command-E macOS-də. Grid yazaq bura small. Smallest file. Kiçik ölçülü fayl. Biz həmişə yüksək keyfiyyətli o 8 megabaytlıq fayla ehtiyacımız qalmır. Yəni biz o fayla ehtiyac duymuruq. Düşünün cəmi 4-5 səhifədə, daha doğrusu 8 səhifə, 3-4 dənə şəkildir, 8 megabayt. Bir də 300 səhifəli rəngarəng dizaynla bağlı kitab yazıb onu dizayn edirsinizsə və orada ağır fayllar varsa, düşünün onun ölçüsü nə qədər ağır olacaq. Ona görə bəzən yoxlamaq üçün, müvəqqəti kiməsə göndərmək üçün bunu biz daha kiçik ölçülərdə göndərməli oluruq. Hə, o zaman biz smallest file size deyilən bir şablondan, presetdən istifadə edə bilərik. Burada onu da qeyd eləyək ki, artıq görürsünüz, bizim Marka Education Print adında presetimiz siyahıda bizi gözləyir. Smallest file size neyinirdi? Əsas fərqi də elə bax buradadır, compression'da. Görürsünüz, artıq sıxılmanın alqoritmi forması dəyişdi. Daha belə deyək, bir kiçik məsafədə, bir inç məsafədə, bir düym məsafədə yerləşən piksellərin sayı azaldı. 300 piksel idisə indi orada artıq 100 piksel. Yəni daha az informasiya və daha kiçik fayl ölçüsü deməkdir. Və bu ona gətirib çıxardı. Bir də xatırlayırsınızsa bizdə maksimum keyfiyyətdə idi. Şəkillərin görüntüsü indi low-dadır. Başqa heç bir şey eləməyə və faylı save eləyək. Görək indi aralarındakı fərq nə qədər olacaq. Gedək bura.
Gəlirik bizə lazım olan folderə, hara ki biz faylımızı save eləmişdik. Yəni tipə görə sortlaşdıraq ki, 2 PDF yanaşı olsun və görürük ki, aralarında radikal fərq var. Bizim çap üçün hazırladığımız cəmi 4-5 şəkildən ibarət olan bir PDF faylı 815 MB idisə, kiçildilmiş, optimallaşdırılmış faylın ölçüsü isə 600 KB-dır. Yəni az qala 8 MB-a qədər aralarında fərq var. Və əgər bu faylın ölçüsü böyük olarsa, səhifə sayı çox olarsa, şəkillər həddən artıq çox olarsa, bu fərq həddən artıq radikal şəkildə olacaq. Bunu gəlin bir nümunə ilə izah edeyim. Bir kitab müəllifi var. Rəngarəng şəkillərdən, fotolardan istifadə olunub həmin kitabda və kitab səhifə sayı 300 səhifədir. Siz bunu dizayn eləmisiniz və müştəriyə göndərirsiniz. E-maillə, hətta ən dəhşətlisi WhatsApp-la. Əgər siz heç bir o compressing eləməsəz, şəkilləri ümumilikdə PDF faylı sıxmasaz, kiçik ölçü gətirməsəz, 300 səhifəlik kitabın megabaytla ölçüsün, yəni yerinə görə təbii ki, dəyişə bilərdir. Bu sadəcə misal kimi göstərirəm. 100, 200, 300 bəlkə megabayt olacaq. Və onu WhatsApp-a göndərəndə o qarşı tərəfin keçirtdiyi o dəhşəti təsəvvür edə bilirsiniz də. Yəni sadəcə yoxlamaq üçünsə, sadəcə dizaynına baxmaq üçünsə, siz onu optimallaşdırıb göndərməlisiniz kiçik ölçülərdə. Ki faylın ölçüsü 200-300 MB deyil də, olsun maksimum 10 ya da 20 MB. Beləliklə InDesign proqramında orada hazırlanmış bir faylı PDF-ə necə eksport etmək olar, fərqli variantlarda onu öyrənmiş olduq. Növbəti dərslərdə görüşərik. Hələlik sağ olun.